Salam, hər vaxtınız xeyir. Bugün kiber təhlükəsizlik dərslərimizin 9-cu dərsindəyik. Bugünkü dərsimizdə biz şəbəkə dərslərimizə qaldığımız yerdən davam edəcəyik. Dərsimizdə şəbəkə topologiyaları, ERP, net protokolları, gateway və proxy anlayışları, DNS, VPN və şəbəkə segmentasiyası haqqında öyrənəcəyik. İlk öncə LAN topologiyaları nədir? LAN, yəni Local Area Network daxilində cihazlara necə birləşdirildiyi topologiya adlanır. Ən məşhur topologiyalar bunlardır. İlk öncə bus topologiyası. Bütün cihazlar eyni kabelə qoşulur. Sadə və ucuzdur. Amma problem odur ki, bir cihaz və ya kabel pozularsa bütün şəbəkə itə bilər. Daha sonra star, yəni ulduz topologiyası. Bütün cihazlar mərkəzi bir hub və ya switchə qoşulur. Asan idarə olunur. Amma problem odur ki, mərkəzi cihaz sıradan çıxsa bütün şəbəkə dayanır. Ring, yəni halqa topologiyası. Cihazlar dairə formada bir-birinə bağlanır, məlumatlar istiqamət üzrə ötürülür. Sadəcə burada da bir cihaz əgər sıradan çıxsa, bütün şəbəkə itə bilər. Mesh topologiyası, yəni qarmaqarışıq topologiya. Hər cihaz başqa hər cihazla birbaşa bağlanır. Yüksək etibarlılıq var burada, çünki bir cihaz itsə də bütün kommunikasiya itmir, amma qurulması və saxlanılması çox baha başa gəlir. Daha sonra tree, yəni ağac topologiyası. Bu elə adından göründüyü kimi sanki ağac kimi mərkəzdən budaqlanır. Miqyaslana bilir, yəni ölçü dəyişdirilə bilir, amma mərkəz pozulsa buna bağlı budaqlara sıradan çıxır. Point-to-point topologiyası iki cihaz arasında birbaşa qurmağa kömək edir. Çox sadədir, amma geniş şəbəkə qurmaq üçün uyğun deyil. Və son olaraq hibrid topologiyası. Bu müxtəlif topologiyaların qarışığıdır. Demək olar ki, ən çox istifadə olunan topologiyadır, ən əlverişli və genişlənə bilən quruluşdur. ERP, yəni Address Resolution Protocol. ERP protokolu belə desək, IP ünvanını MAC ünvanına çevirmək üçün istifadə olunur. Yəni, kompüter lokal şəbəkədə başqa bir cihazla əlaqə qurmaq istəyəndə onun IP ünvanını bilir, MAC ünvanını tapmaq üçün isə ERP sorğusu göndərir. Bu zaman qarşı tərəf öz MAC ünvanını bildirir və beləliklə bundan sonra məlumat MAC üzərindən ötürülür. ERP protokolu lokal şəbəkələrdə fiziki ünvanların tapılması üçün əsas protokoldur. Net protokolu, yəni Network Address Translation, net lokal şəbəkədəki bir çox cihazın eyni public IP ünvanı ilə internetə çıxmasına imkan verir. Bu necə baş verir? Məsələn, kompüterlər lokal şəbəkədə öz private IP-lərlə işləyir. Bura məsələn 10 ilə başlayan IP-lər və ya 192.168 ilə başlayan IP-lər aid etmək olar. Əvvəlki dərslərimizdə bunu öyrənmişdik. İnternetə çıxış zamanı router bu ünvanı public IP-yə çevirir. Gələn cavablar yenidən uyğun cihazlara qaytarılır. Bunun faydaları əvvəlki dərsimizdə dediyim kimi public IP-lərin sayının az olması və bu IP-lərin də qənaətli istifadəsi üçündür. Daha sonra daxili şəbəkənin gizlədilməsi, bu da təhlükəsizliyi artırır və son olaraq yük balanslaşdırma üçün də istifadə olunur. Gateway və proxy anlayışları haqqında gəlin öyrənək. Gateway şəbəkələr arasındakı giriş-çıxış nöqtəsidir. Məsələn, LAN ilə internet arasında router ola bilər. Daha çox protokolları və məlumat formatlarını çevirməyə yarayır. Şəbəkə təhlükəsizliyini təmin edir, giriş və çıxışı filtrasiya edir. Proxy isə istifadəçi ilə internet arasında vasitəçi rolunu oynayır. İstifadəçi internetə çıxmaq istəyəndə proxy bu sorğunu qarşılayır və cavabı geri ötürür. Təhlükəsizliyi artırır, content filtrasiyası aparır və keçdə məlumatları saxlayaraq performansı yaxşılaşdırır. Həmçinin əlavə olaraq anonimliyi təmin edir. Çünki belə desək, istifadəçi məlumatı, yəni istəyi proxy-yə göndərir. Proxy isə bu istəyi öz adından edir və gələn cavabı yenidən istifadəçiyə yönləndirir. Bunların fərqi nədir? Gateway daha çox protokolları çevirmək üçün istifadə olunur. Məsələn, burada şəkildə göstərildiyi kimi HTTP protokolunu pupa çevirmək üçün istifadə oluna bilər. Amma proxy belə bir şey etmir. Yalnız belə desək, daha çox anonimliyi qoruyur və ortadakı istəkləri aparıb çatdırmağa kömək edir. DNS, yəni Domain Name System nə iş görür? DNS IP ünvanlarının insan dilinə yatkın olan adlara çevirməyə kömək edir. Məsələn, tutalım google.com-a daxil olmaq istəyirik. Əslində google.com-un IP adresi fərqli bir şeydir. Amma biz hər bir IP adresi ağlımızda saxlaya bilmədiyimiz üçün, məsələn, google.com-un IP adresini yazmaq əvəzinə sadəcə google.com yazaraq daxil oluruq. Bu zaman biz bu domen adını yazarkən DNS onu IP ünvanına çevirir və onun üzrə istək göndərir. Ən sadə formada belə desək, telefondakı kontaktlar kimi bir şeydir. VPN, yəni Virtual Private Network,
VPN internet üzərindən şəxsi, şifrələnmiş bir tunel yaradır. VPN məlumatın qorunması üçün istifadə olunur, anonimliyi təmin edir, uzaqdan iş və təhlükəsiz qoşulmalar üçün vacibdir. VPN-in növləri var. İlk öncə site-to-site VPN, hansı ki bu iki şəbəkəni internet üzərindən birləşdirir. Məsələn, iki ayrı ofisi birləşdirə bilər. Digər növü isə Remote Access VPN-dir. Burada isə fərdi istifadəçi uzaqdan öz şirkət şəbəkəsinə qoşulur. Bunu örnək verə bilərik. VPN üçün bir neçə protokol var. İlk öncə OpenVPN. Bu açıq mənbəli, çox güvənli və çevik protokoldur. IPsec site-to-site üçün standartdır. L2TP IPsec isə təhlükəsizlik və tunelləşdirmə funksiyalarını birləşdirir. Son olaraq PPTP köhnə texnologiyadır artıq və təhlükəsiz sayılmır. Network segmentasiyası, yəni şəbəkə segmentasiyası, şəbəkənin daha kiçik hissələrə bölünməsi prosesidir. Məsələn, örnək versək, şirkətdə mühasibat hissəsi ilə HR və ya elə IT şöbələri ayrı-ayrı segmentlərdə ola bilər. Bu təhlükəsizliyi artırır, çünki tutalım bir bölmədə insident olsa bu digərinə təsir etmir. Həmçinin performansı yaxşılaşdırır, çünki trafik bölünür və hər segment öz daxilində daha stabil işləyir. Həm də belə bir bölgü ümumi şəbəkəyə nəzarət etməkdən daha asandır, çünki ayrı-ayrı hissələrə nəzarət etmiş olursan və bu daha da işi asanlaşdırır. Beləliklə, bu dərsimizin də sonuna çatdıq. Bu dərsimiz üçün əslində xüsusi bir tapşırıq düşünməmişəm. Ümumi olaraq istəyənləri təkrar edə bilərsiniz. Məsələn, toplananın məntiqini daha yaxşı anlaya bilərsiniz, çünki bu sizə gələcəkdə lazım olacaq. Əgər hər hansı bir əlavə sualınız olarsa, bizimlə bölüşə bilərsiniz. Gələn dərsimizə görüşənə qədər özünüzdən müğayət olun.